Prokurorluq Pata Burçladze, Murtaz Zodelavi, İraqli Nadiracə, Pata Mancqaladze və Laşa Bericəyə qarşı rəsmi ittiham irəli sürüb. Onlar qrup zorakılığını təşkil etmək və ona rəhbərlik etməkdə strateji və xüsusi əhəmiyyət kəsb edən obyekti ələ keçirməyə cəhddə Gürcüstanın konstitusiya quruluşunu zorakılığa dəyişdirməkdə və dövlət hakimiyyətini devirməyə çağırışda ittiham olunurlar. Faktla bağlı Cinayət Məcəlləsinin 317, 222, 225 və 187-ci maddələri ilə istintaq aparılır. Cinayətlər 9 ilə qədər azadlıqdan məhrum etməni nəzərdə tutur. Siyasi partiyalar Dövlət Təhlükəsizlik Xidmətinin oktyabrın 4-də Tbilisidə prezident sarayını ələ keçirmək cəhdi ilə paralel təxribat aktlarını həyata keçirilməli olduğu barədə bəyanatı dəyərləndirir. Milli Hərəkat bildirir ki, onlar Dövlət Təhlükəsizlik Xidmətinin bəyanatına inanmırlar. Çünki Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyi digər tərəfdə təqlibat aparmaqla məşğuldur. Gürcünün nümayəndələri isə bildirir ki, inqilabçılara belə partlayıcı lazım deyil. Oktyabrın 4-də baş verən hadisələr fonunda qurumun yaydığı məlumatın həqiqiliyini istisna etməsələr də, bunun Dövlət Təhlükəsizlik Xidmətinin planı olduğunu istisna etmirlər. Hakim komanda isə bildirir ki, qarşısı Dövlət Təhlükəsizlik Xidməti tərəfindən alınan təxribat aktı hökuməti devirmək planı ilə bağlı olub. Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına görə oktyabrın 4-də Tbilisi mütəşəkkil qrup zorakılığı və prezident sarayının ələ keçirilməsi cəhdi ilə paralel olaraq təxribat aktlarının həyata keçirildiyi iddia edilir. Yuxarıda qeyd olunan məqsədlər üçün istifadə edilməli olan çoxlu sayda odlu silah, döyüş sursatı və partlayıcı maddələr aşkar edilib. Agentliyin məlumatına görə sözü gedən silah və sursat Ukraynada fəaliyyət göstərən hərbi hissələrdən birinin Gürcüstan nümayəndəsinin göstərişi ilə Gürcüstan vətəndaşı tərəfindən alınıb və barəsində cinayət işi başlanıb. Oktyabrın 4-də dinc yolla devirməklə iştirak etmək fikrinə şübhə ilə yanaşan siyasətçilər nəticələrə görə hazırda həbsdə olan təşkilatçıları günahlandırırlar. Milli Hərəkatın planının Pata Burçladze və digər təşkilatçılar tərəfindən hazırlanması ilə bağlı suallar var. Hakim komandaya gəlincə Gürcü arzusu bildirir ki, qanun pozan hər bir şəxs dövlət tərəfindən sərt cavab alacaq. Avropa İttifaqının Ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaja Kallas və AİN-in genişlənmə üzrə komissarı Marta Kaus Gürcüstanda keçirilən yerli seçkilərlə bağlı birgə bəyanat yayıblar. Bəyanatda qeyd olunub ki, Avropa İttifaqının Ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaja Kallas və AİN-in genişlənmə üzrə komissarı Marta Kaus Gürcüstanda keçirilən yerli seçkilərlə bağlı birgə bəyanat yayıblar. Bəyanatda qeyd olunub ki, Gürcüstanda yerli seçkilər müxalifətin geniş şəkildə repressiya edildiyi bir mühitdə keçirilib. Orada qeyd edilir ki, bütün siyasi aktorların və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə konstruktiv və əhatəli dialoq lazımdır. Kaja Kallas və Marta Kaus bütün tərəfləri zorakılıqdan çəkinməyə, hakimiyyəti isə haqsız yerə həbs olunanların hamısını azad etməyə çağırır. Bəyanatın sonunda Kaja Kallas və Marta Kaus Gürcüstan Avropa İttifaqının rolu ilə bağlı dediklərini rədd edir və pisləyir. Eləcə də Avropa İttifaqının səfirinə qarşı şəxsi hücumları pisləyirlər. Parlamentin sədri Şalva Papaşvili sosial şəbəkədə Kaja Kallas və Marta Kausun Gürcüstanla bağlı birgə bəyanatına cavab verib. O, AİN nümayəndələrini faktlardan kənara çıxan yalan xəbərləri yaymaqdan çəkinməyə çağırıb. Əgər düzgün başa düşürəmsə, xanım Kallas və xanım Koz öz sözçünün hökuməti devirmək məqsədi ilə Gürcüstanın prezident sarayına hücum zamanı 25 polis əməkdaşının yaralınmasına səbəb olan mitinqə verdiyi dəstəyə görə üzr istəmirlər. Bununla belə Gürcüstan cəmiyyətinin bugün Avropa İttifaqından gözlədiyi budur. Onların Gürcüstan Avropa İttifaqına seçkilərə verdiyi qiymətə gəlincə, mən bir daha Avropa İttifaqının bütün nümayəndələrini çağırıram. Radikal qüvvələrin demokratiyaya, qanun aliliyinə və insan hüquqlarına hörmətlə xələl gətirmək istədiyini gücləndirən faktlardan yayılan yalan xəbərləri yaymaqdan çəkinsələr, Şalva Papaşvili yazır. Andrey Babisyanın hərəkatının Çexiyada keçirilən parlament seçkilərində qazandıqları qələbə münasibəti ilə təbrik edirik. Gürcüstanın baş naziri sosial şəbəkəsində yazıb və baş nazir Andrey Babisya güclü və effektiv hökumətin formalaşdırılmasında uğurlar arzulayıb. Gürcüstan tərəfdaşlığın yenilənməsini və xalqlarımız arasında əlaqələrin daha da dərinləşməsini səbirsizliklə gözləyir. İraqli Qobakidze qeyd edib.
Daxili İşlər Nazirliyinin Patrul Polis Departamentinin Tbilisi Baş İdarəsinin əməkdaşları bir nəfəri polis əməkdaşına basqın etməkdə itham edərək həbs ediblər. İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs 1991-ci il təvəllüdlü MG ötən gecə Tbilisinin Kedavan Dedopali prospektində xidməti vəzifələrini yerinə yetirərkən patrul inspektoru və polis kapitanının boğazına soyuq silahla xəsarət yetirib. Xəsarət alan hüquq mühafizə orqanının əməkdaşı xəstəxanaya yerləşdirilib. Ona müvafiq tibbi yardım göstərilib. Onun həyati təhlükədə deyil. Cinayət 11 ilə qədər azadlıqdan məhrum etməni nəzərdə tutur. Hüquq mühafizə orqanlarının əməkdaşları cinayətin törədilməsində istifadə olunan silahı, bıçağı sübut kimi göstəriblər. Cinayət Məcəlləsinin 353 prima maddəsinin ikinci hissəsi isə istintaq davam etdirilir. Türkiyə vətəndaşı Batumidə narkotik vasitələrin qanunsuz alınması, saxlanması və satışa köməklik etmək ittihamı ilə həbs edilib. Təsdiqləndirilən şəxsin şəxsi və müvəqqəti yaşadığı ünvana baxış zamanı müxtəlif yerlərdə satış üçün hazırlanmış 91 bağlama, qurudulmuş marixuana və narkotik vasitələrin qablaşdırılması üçün zəruri olan materiallar maddi sübut kimi götürülüb. Cinayət 10 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur. Eləcə də Türkiyə vətəndaşları saxta sənəd hazırlamaq, saxlamaq, satmaq və istifadə etmək ittihamı ilə həbs edilib. Təqsirləndirilən şəxslər Batumidəki mənzillərində xüsusi avadanlıqdan istifadə edərək müxtəlif növ saxta rəsmi sənədlər, o cümlədən saxta sürücülük vəsiqələri, şəxsiyyət vəsiqələri və yaşayış icazələri hazırlayırdılar. Cinayət 3 ilə qədər həbsi nəzərdə tutur. Qlobal səhiyyədə müasir nailiyyətlər. Türkiyədə keçirilən bu konqresdə Gürcüstanın Səhiyyə Naziri iştirak edib. Əsas məqsəd tibbdə müasir yanaşmaların paylaşılması və innovativ texnologiyaların təbliğidir. Mikhail Sarcoladze'nin sözlərinə görə belə forumlar ölkənin qlobal müzakirələrə cəlb edilməsinə və qabaqcıl təcrübələrdən istifadə olunmasına kömək edir.